Naxçıvan xüsusi təyinatlı qüvvələrinin polkovniki, Vətən müharibəsinin cəsur döyüşçüsü, Azərbaycan bayrağı ordenli Tehran Məsimov. Anlatmaq istədiyim bir şey var. Təsəvvür edin, tanklar, BMP'lər, piyada döyüş maşınları düşmənin, BTR'lər canlı qüvvənin üzərinə hücuma keçir. Bugün ermənilərin rəhbərləri dünyaya bəyan edirlər ki, Şuşa döyüşsüz göyə qaytarılıb. Mən sizə tam əminliklə o döyüşün iştirakçısı kimi altın cızaraq deyə bilərəm ki, xüsusilə ateşkəsdən sonra Şuşa şəhərin ətrafı, o meşə kənarlarında 730 leş biz onlara təhvil vermişik. Ona görə şərəf duyuruq ki, Naxçıvan Muxtar Respublikasının rəhbərinin qarşısında, ordu komandanın qarşısında qayıdarkən Naxçıvana alnı açıq uzaq gələ bildik. Çünki hər kəs dərk edirdi ki və o sözü əsas tutmuşdu ki, buradan vidalaşarkən qələbənlə geri dönəcək və Allah bizə onu nəsib elədi. Naxçıvan televiziyasının xüsusi təyinatlı verilişi 29 yanvar saat 20:30-da.